Herkese salam. Bugün bol sarımsaklı çolpa kızarttım. Məni tanıyanlar da bilir, sarımsağa olan sevgim başqa bir aləmdir. Hər yeməkdə o dadı, o qoxunu hiss eləməsəm elə bil nəsə çatmır. Deməli, bir ədəd çolpanı doğrayıb, dərisini soyub, bu qaydada yaxşıca yuyub quruladım. Bir neçə diş sarımsağı hissələrə bölüb elə çolpanın içliyinə yerləşdirdim ki, bişəndə tam qoxusu hopsun. Bir qaşıq tomat pastasına qalan sarımsaqları rəndələdim. Biraz zeytun yağı, istot, sarı kök, pul biber və duz əlavə edib çolpa ilə birlikdə yaxşıca qarışdırdım, azca gözlətdim. Kartofları da əvvəl bu qaydada doğrayıb bir buğum qaynatdım. Sonra sarı kök, istot, pul biber və duzla onları da yaxşıca qarışdırdım. Ocağın üstündə o tərəfə bu tərəfə çevirə-çevirə qızartdım. Çolpanı da xına kimi qızardıb topladım bir yerə. İnandırım sizi, sümüyü də yeməli idi. O dərəcədə gözəl çıxmışdı. Mütləq sınayın, söz verirəm, peşman olmayacaqsınız. Əziz izləyicilərim, abunə olun, rəy yazın, bəyənin ki, mən də şad olum. Göz haqqınızı da halal edin.